Biz bugün Qazax rayonunun 5 nömrəli məktəbinin qarşısındaydıq Qaynar TV olaraq. Bugün biz baxırıq ki, gələcək nəsil dediyimiz tam həbsxana kimi bir yerə salıblar. Məktəb çox gözəldir. Bəli, biz deyirik gələcəyimiz. Hansı gələcəkdən biz danışa bilərik ki, bizim yerli icra hakimiyyəti bugün qanunsuz olaraq torpaqlar verilir və məktəbin tam qarşısında ağaçlar kəsilir və uşaqlar indidən həbsxananın nə olduğunu mu öyrətmək istəyirlər onlara? Bəli, bu bir həqiqətdir. Ona görə də biz başladıq araşdırmağa. Bəli, bugün baxırıq məktəbə. Məktəbin uşaqları artıq pəncərədən baxır. Dışarı çıxa bilmirlər. Magistral yoldur. Və bu ağaçların, bu oksigenlərin qarşısını uşaqlardan almaqda məqsəd nədir? Gələcək nəsli məhv eləməkdə. Və buna əsasən də bu çəkilişi biz aparırıq və çəkiliş özü sizə hər şeyi aydınlaşdıracaq. Obyekt adından verilən bu qanunsuz tikintilər, sən demə, bunlar moykaymış. Bunları tikdikləri zaman acaba unudublarmı ki, kanalizasiya sistemi də lazımdır. Bəli, bugün çirkab sular məktəbin həyatına dolur və bu körpələr həmən suyun içərisində başlayırlar ayaq vurub sinifə getməyə. Özünüzü təqdim edərsinizmi? Mən Fərid Məmmədov Asiboğlu. Fərid, siz bu məktəbdə mi oxuyursunuz? Bəli, mən. Neçənci sinifdə? 9-cu sinifdə. Artıq demək olar ki, siz bir gəncsiniz. Fərid, bugün bu qanunsuz tikintilər sizin məktəbin yanında tikilir. Məktəb dedikdə bu sizin ikinci bir evinizdir. Bu haqda nə deyə bilərsən? Mənim bunlar çox təhlükəli tikintilər insan sağlamlığını ziyan vurur və onlarda toz əmələ gəlir. Tozlar insan sağlamlığı, uşaqlar da yol keçidi olmalıdır ki, uşaqlar təhlükə az olsun. Yol keçidində uşaqların təhlükəsi az olduğu kimi də uşaqların da sağlamlığı yaxşı güclü olur. Çox sağ ol Fərid.